Salam, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Azərbaycan Konferans Liqasında günün qapanış maçındayıq. Oksigen və Canavarlar komandası qarşılaşacaq. Oyuncular görüşərkən biz də ənəv olaraq heyətlərlə sizləri tanış edəcəyik. Oksigen komandasının heyətləri belədir. Qapıda 1 Seymur Qələndərov, 13 kapitan Ramin Papayev, 10 İmran Ramazanov, 8 Kamran Ömərov, 11 Elnur Əliyev, 6 Kərim Kərimov, Nurlan Əhmədov, Fərhad Mehdiyev. Və bu arada kimin də start stili səsləndirilir? Uğurlar hər iki komandaya. Canavarlar komandasında isə heyətlər belədir. Qapıda 1 Azər, Musa, kapitan Ağacan, Tugay, Cavid, Təmraz və Qabil. Olaraq ağlı göylü formada meydanda mübarizə aparır. Oksigen komandası sarılı formada isə Canavarlar komandası. Tugay Canavarlardan hücum əmləsi. Tugaydan sahasına ötürməyə Cavid. Təmraz. Çıxa bilmədi 2 nəfərin ötəsindən. Fərhad Mehdiyev. Ramin Papayev ilə oynadı. Sol sanağa. Kamran Ömərov. Mehdiyevin ötürməsi ünvanına çatmır. Elnur Əliyev yenidən sol sanağa. Kamran. Ramin Papayevi düşünmüşdü, amma bir qədər qeyri-dəqiq götürmə alındı. Tugay. Out. Qabil. İstədiyi kimi ram edə bilmədi topu. Zədə amilə onda qədər çətinlik yaşadır. Təmraz. Uzaqlaşdırdı Azər. Ramin qəbul etdi. Kamran. Zərbə endirdi, Azər dəf edir. İmran Ramazanov birbaşa zərbə endirdi. Daha bir zərbə blok. Azərdən refleks yaxşı alınmışdı. Eksü məmləsi Canavarlardan Qabil. Top elədə özündə saxlayıb. Bitirmədi, ötürmə etdi. Musa'dan zərbə refleks Seymurdan da yaxşıdır. Tugay. Geriyə doğru ötürmə etdi. Diagonal ötürmə. Tugayın indi avı ötürməsi out'a yollanır. Ramin. Uzun ötürmə ünvana çatmır. Qapdan zərbə. Musa topladı. Canavarlardan daha bir hücum əmləsi izləyə bilər. Deyəcəkdim ki, indi Mehdiyev topladı. İmran. Zərbəsi dəf olunur Ramazanovun. Liqanın bombardiridir. Ramin Papayev. Bloklandı zərbə. Outla davam edəcək. Ramin. Mehdiyev dəf olundu zərbəsi. İmran. Tugay müdafiədən çıxdı indi Canavarlar. Out. Qabil. Tüm ünvana çatmır. İmran Ramazanov. Ram etdi, lakin irəliyə bilmədi. Topu meydanda saxlamağa bacarmadı. Qabil. Yaxının çölü ilə ötürmə Təmraz istiqamətdən Ramin Papayev kritik müdaxilə etmişdi. Musa. Alt yerinə yetirəcək Canavarlar. Təmraz çəkdi sağ ayağına. İndirdi zərbəni. Toxunuş da var idi. Out. Tugay. Tugayın zərbəsi qapısı tərəf edir.
Qabil. Müdafiənin arxasına doğru ötürməyə çıxışda səhvsizdir. Halbuki Pelek üçün məmləsində Oksigen komandasına İmran Ramazanov. Cınahı dəyişir. Fərhad Mehdiyev. Qarşısında Tugay var. Out. Top hərəkətdə out yerinə yetirildiyi üçün rəqibə təhvil verildi. Tugay. Təmraz. Təmraz. Zərbə mövqeyi axtarır. Enirdi zərbə. Dirəyinə qayıtdı top. Fərhad. Kamran çıxdı müdafiədən Oksigen. Əslində İmran Ramazanovu düşünmüşdü, lakin büdrədi Ramazanov. Təmraz. Geriyə doğru Qabil. Qabilin uzun ötürməsi ünvana çatmır. Kamran Musadan kritik müdaxilə gəlir. İmran Ramazanov dəf etdi Azər. Can vermədə özü önünü atır, irəliyir. Daha bir cəhd ötürmə dəqiqandı. Tugay. Yox, səliqəsiz şəkildə ram etmişdi. Alt yerinə yetirəcək indi canavarlar. Təmraz. Fərhad yaxın küncə zərbəsi qapdan yan keçir. Musa topla. Riskli bir ötürmə idi. Alt qazanırlar. Təmraz ram edə bilmədi. 3 dəqiqədən sonra. Ramin itirmədi topu sağsına. Fərhad, bax indi ondan top etkisi var. Yenidən Rami Babayev kazandı topu. Azər müdaxiləsini vaxtında edir. Azər Tugay çıxa bilmədi canavarlar müdafiədən. Kamran İmran oynadı. Ramazanov top etkisi ondan əksizim indi canavarlardan. Təmraz Musanın gerisinə doğru ötürmə. Qarşılıqlı əksizimlar ələşki testi salınır bu oyunda. İmrandan divar pası. Uzaqlaşdırışın müdafiəçiləri az qalsın. Rəqibə toxunan top qapıya daxil olacaqdı. Qabil sərt ötürmə. Kapitanından toxunur top. Meydanda tərk etdi. Boşandan yeter asmasın. Gel. Rami Babayevdən sağsına ötürmə. Kamran Yanda Elnur ötürməsi qeyri dəqiqdir. Və out. Fərhanın ötürməsi İmrana. İmran, Kamran ara ötürməsi fikir yaxşı idi, amma onun yoldaşları başa düşmədi ona. Out. Orta kenara bak. Kərim Kərimov. Soluna İmran. Bir reis gəldi ondan yenidən Kərimlə oynadı. Mehdiyev.
Ömərov özü zərbə indirmək qərarı aldı, amma blokladılar zərbəsini. Yenidən Kamran topladı. Fərhad Saznaha. Daha doğrusu Kərim idi bu. Fərhadla oynadı. Divar pası. Altla davam edəcək hücumları Oksijenin. Hələ ki, masada artıq 11 dəqiqəni geridə qoymuşuq. Qolsuz bərabərliyi masada hökm sürür. Qabil. Qabil! 1-0 hesab açılır masada. Canavarlar tərəfindən. Canavarlar masada daha doğrusu turnir cədvəlində 11-ci yerdə yer alırlar. 10 xal ilə. 12 oyun nəticəsinə görə 3 qalibiyyət, 1 heçəcə, 8 məğlubiyyətləri var. O da Kərim Kərimovun zərbəsi bloklanmışdı. Oksijen komandası isə liqanın 2-ci yerində yer alır. 12 oyun nəticəsinə görə 7 qələbə, 1 heçəcə, 4 məğlubiyyət. 22 xal var aktivlərində. Görək 25-ci xal Oksijəndə mi olacaq? Yoxsa 13-cü xal Canavarlarda. İmran Ramazanov blokanır zərbə sonunda. Bugün qol gözləntiləri var ondan. 38 qolla liqada bombardirdir. Yavər Əliyev ondan bir top gerdə qalır 37 qolla. Liqanın vahid lideri Astoria komandasının qol silahı. Qabilin zərbəsi yaxın küncə top çərçivədən yan keçir. İmran yaxşı ram etdi. Bax, amma zərbə qeyri-dəqiq alınır. Fərhadın topu qarın nahiyəsinə tuş gəlir ötürmə zamanı. Qalxdı ayağa, qalxdı. Ciddi deyil vəziyyət. Acan başla qeyri-dəqiq zərbə ondan. İmran! Oy, qarşıbarı zərbə. İki gözəl hərəkətə inandı. Həm İmrandan, həm Azərdən. Gözəl bir qol izləyə bilərdik. Liqanın qol maşınından. Korner. Ramin Papayev. Papayev top çəsvən üzərindən keçir. Papayevi biz müdafiədə əzmkarlığı xarici görünüşdən Roberto Carlos'a bənzədirəm nədənsə. Zərbələri də çox qüvvətlidir. Ağacan. Taban ötürməsi keçmədi. Təmrazar ötürməsi yaxşı fikir idi, amma Musa sata bilmədi bunun ötürməsinə. Ramin. Seymur. Qabil. Müdafiə arxasına doğru möhtəşəm bir ötürmə gəlir. Out. Qabil də sözsüz şəkildə Canavarlar komandasının maestrosudur. Həm ötürmələri, həm zərbələri, driblingləri göz oxşayan da hər zaman. Universal oyuncular adlandırmaq olar. Müdafiədə, hücumda, mərkəzdə yerdə görmək olur. Cərmə zərbəsindən, kornerlərdən, uzaq məsafə, yaxın məsafə tanımır. Ürəyi hardan istədi. Zərbə də indirir, ötürmə də edir.
Kerim. Ötürməsi keçmir. Babayev. Çıxdı top ayağına eşitüm əmrəsində Canavarlar komandasına Ağacan. Ötürməsi olsun. Qabil. Yaxşı alındı ötürməsi amma kapitan sonluğu gətirə bilmir. Nöqtəni qoya bilmədi. Seymur Gəlantarov yenə də çıxışda uğurlu da. Təmraz. Kərimovun önünə düşdü top. İndirdi zərbəni Azər. Amansızdı qapıda elə ki. Mehdiyev. Babayev zərbəsi dəf olundu. Türmədən keçmir. Əksinə çıxmağa çalışırlar. Çıxmaqda bacardılar. Sol sınat Ağacan irəliyər. Ötürmə Qabil. Qabilin ötürməsi Təmraza yaxşı alınlar. Təmraz indirir zərbəni. Seymur Gəlantarov. Yaxın günüzü bağlamışdım yoxsa dirəkdən top meydanı tərk edib. Bağlamağına bağlamışdı yaxın günüzü. Hakim toxunuşu yox idi. Rami Babayev. Nurlan. Əhmədovdan solsuna Kərimov. Qabil. Bloklandı. Ekstrasyon indi oksijenlə. Fərhad sağsına. Rami'nin tək toxunuşu ötürməsi ünvana çatmır. Qabil. Gözəl Rahmetli. Qabil. Klas. Bir reyir gəlmişdi ondan amma axıra qədər alınmalı. Pozolda Cavid tərəfindən Fərhad Mehdiyevə qarşı. Çox təmkinli oyuncudur Fərhad Mehdiyev. İmran, Rahmetli sinəsi ilə Ramazanov zərbə mövqeyi axtardı. Ramin Babayevlə oynadı. Babayevin zərbəsinə blok qoyulur. Ötürmə də gəldi və Cavidə toxunan top meydanı tərk edir. Korner. Ramin. İmran taban zərbəsi alınmadı. Əhmədovun da zərbəsinə blok. Kərim. Uzun ötürmə. Mehdiyev. Fərhad. Geridə götürmə alındı. Təmraz. Gəlantarov səhv etdi. Rami Babayev eksizuma çıxdılar. Ara ötürməsi İmran. İmkan vermədi. Yenə də Azər hücum davam edir. İmran Ramazanov tabanla oynadı. Rami Babayev itirir topu. Eksizum indi canavarlardan. Cavid. Baxdı qapıya. Bir poza çəkdi sol ayaqla. Ara ötürməsi. Oy. Ağacan neyi qaçırdı. Qabildən şedevr ötürmə gəlmişdi. Heyf oldu bu ötürmə. Təbii ki, Ağacan da istəməzdi belə olsun, lakin oldu artıq. Davir ara ötürməsi Elnur Əliyev zərbə indirə bilmədi. Cavid. Azər. Ağa. Sən maraqlı bir şey eləməyə çalışdı. Uğursuz alındı cəhdi. Kamran Ömərov. Mehdiyev. Fərhad. Refleks Azərdən gözəl alınır.
Əhmədov. Onun zərbəsi qapıdan xeyli maraqlı keçir. Uzun ötürmə. Qabili düşünmüşlər, amma bana çatmır. Musa. Neynir Musa? Müdafiənin qayasıdır. Qara dərili olmasa, sanki Rüdiger kimi hər yerdə peyda olur haline müdafiədə. İmran Ramazanov kimi ucaboy oyunçunu ondan da yuxarıya bir müdaxiləsi var idi. Əhsən. Elə bir cüssəli oyunçudan topu götürmək hər oğlun işi deyil. Musa. Meytiv. Fərhad. Çəkdi sol ayağına. Bloklandı Tugay tərəfindən. Out. İmran Ramazanov başla zərbə. Qeyrətə gidi. Qabil. Out. Topuş özündən olmuşdu. Elnur Əliyev. Out'a yollandı. Tugay. Təmraz. Təmraz. Aşırılmaz zərbə çəkdi. Uğursuzdur. Kamran. Davanla oynadı. Fərhad. Ondan da davan ötürməsi. Kamran Ömərov. Zərbə qapdan yan keçir. Ağacan. Qabil topun gerisindədir. Qabil əgər sərmə zərbəsində topun gerisindədir. Mütləq bir təhlükə var. Dəfələrlə izləmişik onun sərmə zərbəsində qollarını. 3 nəfərin ibarət canlı səhət bir qədər çətin ola bilər. Qabil ötürməkdir bu dəfə. Bəli. Ən doğru variant idi bu. Üstü canlı səhətdən top keçirtmək çox çətindir. Üçüncüdən zərbə. Ağacan. Qabil bloklandı zərbəsi. Qabildən sərt ötürmə meydanı tərk edir. Artıq isə yavaş-yavaş sona çatmaq üzrədir. Təxmini sənincə 1 dəqiqə. Bəlkə də az qalıb hissənin yekunlaşmasına. Musa. Sürətdəndir sol sınaqdan Musa. Meydanda qaldı top yenidən Musa çatdırdı özünə və İmran Ramazanov qaydanı pozub. Qabil. Qabil sərbə qapıdan yan keçdi. İmran. Və belə elə oyunlar kimi də ilk hissəni yekunlaşdıran fitil səslənir. Qısa fasilədən sonra ikincisidə görüşmək ümidi ilə. Hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər, artıq maçda ikinci hissə start götürür. İlk hissəni canavarlar komandasının minimal fərqli üstünlüyü ilə yekunlaşdırdıq.
1-0 hesabıyla Oksigen komandası ilə mübarizədə. Baxaq görək tərəflər arasında maç sonu hansı hesabla yekunlaşacaq? Savit'in ötürməsi keçmir. Hacan Qabil ram edə bilmədi topu Qabil. Nə baş verdi? Gərginliklər yaşandı. Kamran Ömərov, Ramin, Saznaha, Elnur zərbə indirilir. Azər dəf etdi o zərbəni. Ötürmə çox yüksəkdən anlar. Ramazanov, Kərimin zərbəsi. Qaptan yan keçir. Ramazanov başla qarşıladı. Tugay Durma auto yollanır. Daha bir zərbə çərçivədən yan keçdi. İmran başla qarşıdan ötürmə. Ramin Popoyev Fauzer imkan vermir yenə. Qabil Kamran Ömərov Kərimin zərbəsi çərçivənin üzərindən keçdi. Safid bir dəqiq zərbə alınır. Tugay out. Ağacan çıxa bilmədi 2 nəfərin atəsindən. Bütün sürətdə alınır. Safid bir riskli top qəbuluydu. Musa tümə zaman səhvə yol verdi. Mehdiyev Kərimovla oynadı. Kamran Saznaha Fərhadın ötürməsi bloklandı. Kamran Ömərov can vermədilər onun zərbə indirməsinə. Və qaptan zərbə. Ağacan Qabildən sağsan ötürmə. Cavid çatdıra bilmədi özünə bu ötürməyə. Kərimov onun zərbəsi Azər tərəfindən tərəf olunur. Üçüncüdən zərbə. Cavid
Müdafiədən çıxdı canavarlar 3-3 gəliblər. Niyə ağacan? Tamamilə bağlı idi. Məncə ən doğru variant zərbə indirsəydi. Daha yaxşı olardı. İmran Ramazanov Azərin önündə olduğunu görüb mərkəzdən zərbə indirir qapıya, amma bir dəqiq bir zərbə oldu. Azər Musa Cavid çatdırdı özünü. Azər Nurlan Əhmədov sürməsi out. Qabil canavarlardan tabiri üçün məmləsi istəyə bilərik. Qabil özü zərbə indirdi və Seymur Qələndərov ikinci cəhdə topu tutur. İmran Ramazanov qaçvari zərbə. İmkan vermədilər rahat şəkildə zərbə indirməsini onun. İmran daha bir cəhd. Ursuz 50 oyuna etirazlar var. Təmraz Tugay yəqin ki vara baxılacaq həmin epizod üçün ötürmək əldir. Təmraz 2-0 amma vara baxılacaq mütləq şəkildə və vara baxıldı. Gol qeydə alınır. Gol qeydə alınır 2-0. Qayda pozisi yox idi. Bir qədər də time-out ayrılaraq. Time-out yeşunlaşdı. Yeniden oyuna davam. İmran. Kamran. Kırmızı zərbə meydan sahasına top qapıçıya gəldi. Musa. Qabil. Kırmızı uğursuz alınır. İndi oksijendən hücum əmrəsi. İmran Ramazanov. Ötürməkdir Ramin Babayevə çatman top. Əhmədov. Sağsına Kamran. Eysiyevin ötürməsi keçmir. Out. İmran Rahmetli. Yaxşı zərbə yaxşı alınmır bu dəfə. Tugay. Vaxtı topu Təmraz üçün sahasına ötürməyə Qabil. Musa koşur o da. İndirir zərbə. Mühteşem gol. Musa 3-0 edir hesabı. Yine esasını çırpır yere Musa. Yine mühteşem gola imza atır. Bu şərhi məsələ Musa'nın ilk dəfə o mükəmməl golunla bildirmişdik. Yine de mükəmməl golla səhnədədir. İmran. Sol saxda Kamran. Seçmədə davan ötürməsi. 50 oyun. 50 oyun. Azər. Yenidən Musa. Top ikisi var Musa'dan. Ramin. Azər. İmkan vermədə tabiri zərbə Ramin'dən qeyri. Dəqiq. Cavid. Qabil sağsına Təmraz. Təmraz ötürməkdə amma zərbə indirən olmadı. İmran. Oksijen komandası qol axtarışındadılar. İmrana qarşı qayda pozulub. Güzel zərbə.
Kamran təhlükəli zərbə idi. Çərçivədən yan keçdi. Canavarlardan hücum əmrəsi Qabil çatdıra bilmədi özünü və Seymur Gələndarov topu ona toxunduraraq meydandan kənarlaşdırdı. Qabil qapı tirindən qayıtdı top. Çox təhlükəli zərbə idi. Sol ayağı çox şeyə qadirdi Qabil. Risk etmir Sabit. Uzaqlaşdırdı topu. Meydanda. Sol saha qəbul zamanı bir qədər səhvə yol verdi. Ağacan zərbə qapının üzərindən keçdi. Qabil klas ötürmələr. Tugay uzun ötürmə ünvansız alınır. Arkadan taban ötürməsi Cafid. Paralel ötürməsi sağ sınaha. Out. Ağacan. Cafid dəf olundu zərbə. Out. İmran'dan sağ sınaha Kərim. Yeniden İmran. Mehsiyev. Ramazanov. Kesit vermədi Azər yenə də ona. Mehsiyev qapısını da keçməyə çalışdı. Xüsusiyyət və Ağacan Sarıveri geriyə cəzalandırıldı. Topla da hazırda dağa. Out. Artıcıl ikinci out. Tugay gözəl ötürməyəlir. Ağa can zərbə indirdi Kələndarov. Yaxşı seyv idi. Sultan daha bir zərbə və top qapıdan yan keçir. Kamran çıxdı müdafiədən Oksijen komandası. İmran Ramazanov qapısında keçir və gol 3-1. 39-cu qoluna imza atır İmran Ramazanov. Maçda da hesab fərqini 2 topa indirdi. Vaxt var hələ ki. Rahat 8 dəqiqə var. Qabil Seymur dəf etdi onun zərbəsini. Ağa Musa büdrədi, onu düşünmüşdü Ağacan. Ramin Hücum. Mehdiyev oxudu bu ötürməni. Bir reytdə gəldi Ramin Babayev. Ramin. Azər dəf etdi. Korner. Raminin zərbəsi yenə olsa Raman vermir. Çox acımasızdır bugün. Azər qapısında. Nə baş verdi? Hər iki kanal arasında bir anlıq çaşqınlıqlar yaşandı.
İmran Ramazanov, Mehdiyev qaçırdı bu fürsəti. Out. Uzatırma Ağa. Türbəsi imkanına çatmır. Alt yerinə yetirilir Oksigen tərəfindən. Ramin Papayev yenə də yaxın künc bağlıydı. İmran Ramazanov 3-7 hesabı dubl imza atır. Ligada artıq 40-cı qoluna imza atdı. Azər Tugay Musa temp qalxır. Artırırlar tempi. Maraq da artacaq mütləq şəkildə. Bu qoldan sonra uzun ötürmə Ramin Babayev ram etdi. Ara ötürməsi tabanla zərbə İmranın zərbəsi tərif olunur. Yenidən Ramazanov. Ramin Babayev kritik müdaxilə Tugaydan gəlir. Babayev keçmədə ötürmə. Son dəqiqələr çox həyəcanlıdır. Təmraz. Qabil topla. Mehtiyevdən təzyiq var. Uğursuz cəhd olur. Solsun ötürmək. Üstücü məmləsi. İmran Ramazanov. Təhlükəli gəlib Oksigen 3-2 azlıqda yaxalayıb rəqimlərə salsın ötürmə. Ramin Babayev. Yenə də Azər. Yenə Azər imkan verir bugün. 2 qol qapısına görməsinə rəğmən çox inamlı təsir bağışlayır qapıda. Qabil. Top meydanda qalar. Ötürmə əldə etdi. Təmraz saxtıra bilmədi özünü. Ramazanov. Rahmetli amma Musa'nın önünə düşdü top. Keçdi bir rəqimlə Musa. Musa təhlükəli qüvvətli, lakin qeyri dəqiq zərbə. Elnur Əliyev. Çarpaz. Out. Bir anlıq timeoutdan sonra Oksigen komandası məşvərətdə idilər, söhbətləşdilər, nəsə tanışdılar öz aralığında. Şeskun 2 qol gəldi. Gedər ara terminlərlə danışdıq. Və Papayevin zərbəsini yenə dəf edir. Bugün Ramin Papayev imkan vermədi əmələ başda. Azər. Qabil. 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 Təmraz son anda Seymur Qələndərov kritik seyf edir. Qabil isə yerdə qalıb. Zaten zədəsi var idi. O zədə. Aha. Vara baxılacaq. Və vara baxıldığından sonra penalti qərarı gəlir. Seymurun müdaxiləsi Qabilin ayağına idi. Əsələ penaltini qazanan uçu topun gerisində Qabil 4-2 etdi hesabı. Artırdı 2 top fərq yaradılar. Qol axtarışında, bərabərlik qol axtarışında olarkən Oksigen komandası bu qol onları bir qədər psixoloji sarsıntı yaşadır. Ağacan amansız təzyiq var idi. Diləkdən qayıtdı top. Əks-hücum. İmran mükəmməl reyd. Ramazanov. Azər refleks mükəmməl. Və meydandakı dəqiq dostu qapı diləkdə onun köməyinə çatır. Ramazanov. Kamran Ömərov keçmir ötürmə. Top yenidən özündə qalıb. Ramazanova ötürmə cəhdi. Əslində zərbə fikirləşirdi zənnimcə.
Sandı cəhd. Gecənin bu aləmində nələr baş verir bu maçda. Maraqlı bir oyun izləyirik. İmran. Əgər Oksijendən bir gol gələrsə, daha da tempo artar. Daha da maraq artar. Ağacan. Ağa. Ötürmə qabilə. Qabil Simur. Bəlkə də oyunun qırılma nöqtələrindəndir. Davirat. Son 2 dəqiqə. 50-ci hissəni bitməsinə və Musanın zərbəsi dəf olundu. İmran Ramazanov. Fərqlənməli dəfə. Əllə toxunuş yox idi deyəsən. Kerim. Qapı tününə toş gəldi zərbəsi. Tukay. Tirdə topa. İmran. Ramazanov. Ayaq Azərə. Belə qollar. Ələm yol tapma olmaz belə zərbələrlə. Onun qapısına. Təmraz. Əhməd Oygerdə qoydu. Sağsına ötürmə. Qabil. Aşırmaz zərbə son anda. Əlləmi. Əllə çıxardılıb. Qırmızı vərəqəmi. Qırmızı. Bəli. Daha bir penalti. Çıxaşar. Qoldan məhrumiyyət. Azər. Dəf elədi həmkarı onun penalti zərbəsini. Nurlan Əhmədov. Qırmızı vərəqə ilə cəzalandırıldı. Son dəqiqələrdə azlıqda qaldılar. Bu vaxt qarşısında olarkən azlıqda qalır Oksijen. Şamran. Diagonal ötürmə. Kərimov. Ram edə bilmir topa. Təmrazın ötürməsi. Qabil. Çox müdafiədə boşluqda qalır. Boş mövqeləri açılır. Cavid. Ağacan. Ora ötürməsi. Əcəb alınmışdı. Qabilin zərbəsi qapdan yan keçdi. Elnur Əliyev. Əliyev keçmədə ötürmə. Musa ikinci rəqimdə keçdi. 4 nəfərlə gəliblər. Qabil. Nöqtə qoyulur. 5-2. Bu qoldan sonra da hakim də final fitini səsləndirir. Bu maçda Canavarlar komandası 5 hesabı ilə qalib gələrək 3 xal aktivlərini yazdırırlar. 13-cü xallar aktivlərindədir. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizinlə mən idim şəxsində Seydər Hüseyni növbəti maçlarda. Görüşmək ümidi ilə sağ olun. Salamat qala. Və Qabil hal-hazırda bilirdi ki, bir dənə dirəyə zərbə indirim. Bunu da lentə al. Dediyini də etdi. Əhsən Qabil. Əhsən.